Salam aleykum əzizlərim. Yenə mən sizlərlənəm və mən 25 nəfərlik personel üçün bu günlərim toyuq filesindən kotlet hazırlayacağım. Bu ərzaqlarımızdır. File, kök, soğan, kartof, qırmızı biber. Ərzaqların tam sayını videonun altında qeyd edəcəm. Filemizi çəkdik. Bir daha təkrarlamaq istəyirəm. Bu əsasən tərəvəzli kotlet sayılır. Fileli tərəvəzli kotlet. Bura deməli əlavə elədim. Kartof, soğan, sarımsaq, qırmızı biber, kök, file. Sonra bura əlavə eləyəcəm süddə isladılmış çörək, 2 dənə yumurta, bir də qaymaq. Əgər evdə qaymaq yoxdursa, mayonez də əlavə eləyə bilərsiniz. Bu fileni daha dadlı eləyir. Əlimizi suya vurub kotletlərimizi tutuyoruz. Bunları uzun süreli şeklinde tutacağım. Bu şekilde yağlı kağıdın üzerinde tofkada pişireceğim. Artık kotletlerimiz hazırdır. Gördüğünüz gibi çok yumuşak pambıq kimi kotletler alınıbdır. Bunların yanına ise qarnir kartuşkamız olacak. Kartoflarımız hazırdır. Bak gördüğünüz gibi böyle 4 yere 3 yere bölüp pişirmişəm suda, adi suda. Biraz tuz atmışam ki tatlı olsun. Şimdi yine tuzunu əlavə edirəm. Sonra sarı kök az miktarda. Kim xoşlayır sarı eləyə bilər, amma məncə çox sarı eləyəndə kartuşka öz dadını itirir. Qara biber. Və kartuşkanın sevilmisi pul biber. Əzirik. Böyümüzə bir kaşık mayonez, ve biraz da süt əlavə edirik. Ben stəkan yarım hardasa. Stakan yarım bəs eləyəcəm. Biraz da kərə yağı attım. Kartuşkanın istisində özü əriyəcək. Çünkü bilirsiniz ki kartuşka kərə yağını çox sever. Əgər kərə yağı yoxdursa hər hansı bir yağdan da bir parça əlavə edə bilərsiniz. Yemeğimiz artık hazır.